Hamıya salam, mən Rüstəm. Bu gün də sizlərlə Vimeo əməliyyatını aparmağın qaydasını başa salacağam. Burada digər əməliyyatları da aparmaq olar. Biz Vimeo əməliyyatını Betsanger.ru sayt vasitəsilə aparacağıq. Betsanger.ru müxtəlif əməliyyatlar burada aparmaq olur. Gördüyünüz kimi sol tərəfdə əməliyyatların cədvəli var. Həmçinin burada siz qeydiyyatdan da keçə bilərsiniz. Partnerlə basaraq burada qeydiyyatdan keçə bilərsiniz. Sayta partner yerinə daxil olduqdan sonra Zagrisani var burada. Yəni qeydiyyatdan keçmək. Daxil olur bura. Burada müxtəlif şərtlər qoyub sayta daxil olmaq. Çıxarılış $1'dır. 7 sutka, 14 sutka müxtəlif məbləğlər verir. Burada daxil olduqca qeydiyyatdan keçmək üçün də burada loginə yazırıq. E-mail, parolun təkrar daha son şərtlər qəbul, registrasiya və qeydiyyatdan keçmiş oluruq. Mən qeydiyyatdan keçdiyim üçün daxil olacağım hal-hazırda. Parolumuzu əlavə edək. Mənim hesabım balansım təmiz 0'dır. Bu layihədən elə çox pul qazanmamışam. Daha doğrusu heç qazanmamışam. Burada bura adam gətirmək üçün müxtəlif şeylər verilib. Tımılı kodlar, yaxud da səhifə kodları burada var. Bunları götürüb saytınız varsa saytınızı yayımlaya bilərsiniz. Bu linklər vasitəsilə sizə qazançlar gətirə bilər. Solda burada Vimeo bonusu görürsünüz. Vimeo bonusu isə kaşloğunuzu, Vimeo kaşloğunuzu yazsınız. Aşağıdaki kod daxil etdiyimiz zaman bizə bonus gəlir. Mən kod səhv daxil etdiyim üçün bir də daxil etməli olacağım. Ee, 24 saatdan bir eləmək olur, ancaq mən bundan əvvəl daxil olmuşam deyənə 24 saat ərzində mənə vermədi. Biz isə burada əməliyyatlar olmalıdır elədiyimiz. Ancaq mən bilən boşdur məndə. Statistika gördüyünüz kimi boşdur. Monitoring bölməsinə daxil oluruq birinciyə. Burada Vimeo seçirik, daha sonra Vimeo seçirik. Burada müxtəlif saytlar gələcək. Burada bizə baxırıq, harsısa Vimeo məsələn 65 rubl 9 qəpikdir. Bir Vimeo dəyişən bu saytdır. Sonuncuya baxdığınız zaman aman gördüyünüz kimi 90 rubla da dəyişən var. Bunlar sərf eləməz 68-66-ya. Mən ona görə birinciyə girəcəm. Bura daxil oluruq. Mən burada qeydiyyatdan keçmişəm. Qeydiyyatdan keçmək lazımdır. Registrasiya bölməsinə keçirsiniz. Ops saytlar kimi də burada da registrasiya. Birinci logindir. Daha sonra parolun təkrarı, mail, Vimeo, ad familiya. Sonra isə burada gördüyünüz sözləri daxil edirik. Zagrisiyaya basdığı zaman qeydiyyatdan keçmiş olur. Mən artıq kabinetə daxil oldum. Burada elə Vimeo bonus burada da var bu bölmədə. Daha doğrusu bu saytda da. Görək bu hər hansı bir bonus ödəyir. Polis Vimeo bonus yazın. Vimeo kaşlığı bura daxil edirik.
və oradakı rəqəmləri daxil et. Poliset bonus 25 qəpikdir. Burada yazır. İndi isə biz dəyişmə bölməsi avnəvi bölməsində rublu dollara dəyişik. Burada iki cür valyuta var. Gördün, rubl, dollar, dollar, rubl. Belə dəyişmiyorlar. Burada pulun miqdarını yazacağıq. Mənə burada 3 dollar pul lazım olacaq. Çünki daha sonra bunu portmanata transfer edəcək. Elə isə mən bilən 180 3 dollar edər. Görək nə qədər edir. 2.76 edədir. O zaman yəni 200 yazaq. 200 3.7 eləyir. 195 yazaq ki, müəyyən xərclər də var. Çıxan deyil 200 olsun. 2.99. Vimez hesabımızda 18 sent vardı. Yəni abunəmət eləyək bunları. Ondan sonra aşağıya gedir Vimez 196 xərclərlə bir yerdə olacaq. 2.99 bizə balansımıza pul götürəcək. Və hesabları bura əlavə elədim kimi və abunəti basırıq. Abunəti bastıq. Gözləyirik. Əməliyyat haqqında müəyyən məlumatlar gəlir bizə və davam etmək üçün protejidə basırıq. Bu iki kod gəlməlidir. Kodu qəbul edəndən sonra isə açılacaq. SMS ilə var 1.5 Vimez istifadə edir. Mən besplatla pulsuz Enomdan istifadə edəcəm. Poliset kodu basıram. Enom telefon vasitəsindən qurulur və telefona anda SMS gəlir. Həmən rəqəmləri bura köçürürük və vacidi basırıq. Əməliyyat yerə yetirilmiş sayılır və əməliyyat haqqında müəyyən məlumatlar verilir. Və əməliyyat haqqında məlumat almaq üçün hesabımıza gördüyünüz kimi daxil olun. Çünki hesabdan çıxıb təzən daxil olmalı oldum. Çünki əməliyyatı göstərməyəcəkdi. Və hesabımıza 195 çıxıb 2.99 Vimez hesabımıza daxil oldu. Daha ətraflı kaşlıq bölməsində basırıq. Burada isə pulumuz tam aydın görsənəcək. Əməliyyatdan əvvəl 450 rubla yaxın rubl pul vardı. Ancaq indi görürsünüz 250 qalır. 317 Vimezə daxil olan məbləğlə bir yerdə 317 Vimez pulumuz var. Bu qədər. Sağ olun.